Dişlərini ağartmaq üçün sidikdən istifadə edilmişlər. Qədim Romada nədir? Yanla qoy. Danışın bax indi. Qədim Romada köhnəlmiş sidik tərkibində toplanan ammonyaka görə güclü təmizləyici və yağ həlledici maddə rolunu oynayırdı. Polones adlanan paltaryuyanlar parça və paltarları təmizləmək, yağdan arındırmaq və rəngini ağartmaq üçün böyük çənlərdə sidikdən istifadə edirdilər. Bununla kifayətlənməyib Roma şairi Katalun yazılarında da qeyd etdiyi kimi insanlar dişlərini ağartmaq və ağız qarqarası kimi sidikdən istifadə edirdilər. Xüsusilə İspaniyadan gətirilmiş tünd sidik yüksək qiymətləndirilir. Şöhrə gəlib çatır ki, imperator Vespasian bu işdən vergi tutmağa başlayır. Vertiqal urinaya vergisi küplərdə sidik toplayan və satan biznesmenlərə qoyulmuşdu. Vespasianın oğlu Tit buna etiraz etsə də, imperator qızıl sikkəsini onun burnuna tutub məşhur pulun iyi gəlmir kəlamını demişdi. Avropanın keçdiyi qaranlıq dövrlər haqqında YouTube kanalımızda daha çox video var. YouTube'da Arif Qərib yazmanız kifayətdir.